Gəlirdilər, deyirdilər, ya Əli, qəbul elə Muaviyyənin siyasəti sənin siyasətindən daha üstündür. Əli əleyhissalam onların cavabında nə deyirdi, nə buyururdu? Buyururdu ki, and olsun canım əlində olan Allaha, əgər hilə və kələk haram olmasaydı, ərəbin dahisi olardım. Yəni siz ki mənə gəlib deyirsiniz Muaviyyə siyasətdə səndən üstündür. Muaviyyə əslində hilə və kələklə hakimiyyət eləyir. Hilə və kələklə insanlarla davranır. Mən də əgər hilə və kələk haram olmasa ondan istifadə eləsəm, ərəbin dahisinə çevrilərdim. Və o zaman ki Əli əleyhissalam hakimiyyətə gəldi, bəziləri müşavirlərindən Əli əleyhissalama belə bir tövsiyədə bulundular ki, gəl Muaviyyəni hələ qurdalama, əl vurma Muaviyyəyə. Biz bilirik ki, Muaviyyə xəlifə Ömərin, ikinci xəlifə Ömərin zamanında Şama vali təyin olunmuşdu və üçüncü xəlifə Osmanın dövründə də yəni Osmanlı aralarında olan o qohumluq əlaqələrindən istifadə eləyərək özünün hakimiyyətini daha da möhkəmləndirdi və gücləndirdi və kök atdı. Bundan sonra Əli əleyhissalam ki hakimiyyətə gəldi, artıq Muaviyyəni oradan tərpətmək bir qədər müşkül məsələyə çevrildi. Və buna görə də Əli əleyhissalamın ətrafında olan bəzi müşavirləri, bəzi dostları Əli əleyhissalama tövsiyə edirdilər ki, gəl sən hələ Muaviyyəyə əl vurma, Muaviyyəni vəzifəsindən uzaqlaşdırma, qoy vəzifəsində qalsın, münasib zamanı gözləyək. Münasib şərait artıq hazır olan kimi Muaviyyə ilə nədir? Haqq hesab çürüdərik. Ancaq Əli əleyhissalam bununla razılaşmadı və bunun bir hilə və kələyi olduğunu düşündü. Buyurdu ki, mən heç vaxt razı olmaram ki, artıq mənim əlimə ki hakimiyyət yetişib, əlimdə hakimiyyət olan bir andan razı olmaram ki, zülm və fəsad iş başında olsun. Heç vaxt ona razı olmaram ki, Muaviyyə ki bu qədər zülmləri eləyibdir, bu qədər fəsad və hilə və kələklə iş başına gəlibdir, mən razı olmaram ki, bir an belə Əlinin hökumətində ədalətsizlik olsun. Bir an belə Əlinin hökumətində zülm və fəsad olsun. Buna görə də Əli əleyhissalamın görürük ki, hökumətinin əleyhidarları çox oldu. Əli əleyhissalamın hökumətinin əleyhidarları çox oldu. Hətta özünün yanında olan Təlhə və Zübeyir ki, onların, xüsusilə də Zübeyrin Əli əleyhissalamın hakimiyyətə gəlməsində böyük rol olmuşdu. Bunlar Əli əleyhissalamın artıq ki, o zaman Əli əleyhissalam artıq hakimiyyət kürsüsünə əyləşdi və artıq valilərin təyin eləməyə başlamışdı. Gəldilər, hərəsi bir şəhərin, Kufə və Bəsrənin valiliyini istədilər Əli əleyhissalamdan. Ancaq Əli əleyhissalam anındaca onlara yox cavabı verdi və cavab verməsinin də əsas səbəbi buydu ki, yəni mən şəxsi dostluğuma görə, şəxsi yaxınlığıma görə heç kəsə vəzifə verə bilmərəm. Heç kəsə şəxsi münasibətimə görə üstünlük qail ola bilmərəm. Təbii ki, bəlkə də onlara da bir vəzifə verəcəkdi. Ancaq onların gəlib Əli əleyhissalamla dostluğa xatir, Əli əleyhissalamla olan yaxın münasibətə xatir Əli əleyhissalamla bir vəzifə istəməkləri bu Əli əleyhissalamın hakimiyyətinin nə də uyğun olan bir şey deyildi. Onun ədaləti ilə heç vaxt uzlaşmırdı. Və Əli əleyhissalamla sonra onlarla müharibə oldu aralarında və tarixdə bu müharibə də Cəməl müharibəsi adı ilə məşhurdur. Ancaq ola da bilsin ki, əgər bu sıradan bir insan olsaydı, müasir siyasətçilərdən olsaydı, təbii ki, onun hakimiyyətə gəlməsində rolu olan bir insana dərhal şəxsi dostluğuna görə, şəxsi münasibətinə görə hakimiyyət hər hansı bir şəhərin valiliyini verərdi. Ancaq biz görürük ki, həqiqi din hökumətində bu kimi şeylər, hilə, kələk, dostluq, yerli bazlıq, qohumbazlıq, bu kimi şeylər həqiqi din hökuməti olan Həzrəti Əli əleyhissalamın hökumətində bu cür şeylər məqbul hesab olunmurdu. Və kökündən bu cür şeylər haram hesab olunurdu. Və biz görürük, gəldilər Əli əleyhissalama, hətta Muaviyyə ilə ki, sonradan aralarında Siffin müharibəsi baş verdi. Əli əleyhissalama dəfələrlə bu sözü deyirdilər ki, Əli və Muaviyyə çox hallandırırdılar bu sözü. Əli əleyhissalam sonradan deyir ki, Ruzigar məni nə günə qoydu ki, dedilər Əli və Muaviyyə.